Məhərrəmdə Təbrizdə şaxsecəl idi. O balaca uşaqlar deyirlər, ey əmcan əl-ətəş, ey əmcan əl-ətəş. Bizim də məhəlləmizdə 2 dənə bədəni xərablardan var idi, elə bu yadıma düşdü. Naiblardan. Yox. Birinin adı Məciddir, birinin adı Əhəddir. İkisi də öldü, Allah rəhmət eləsin. Belə çox sadə danışıydı var. İndi ay Hüseyni buyurdular ki, bir də məsələn Hüseyin, bu Hüseyninlə o Hüseynin fərqi var. Düzdür. Hamısını Axir Nəbi əleyhisselam qoyarlar bax, kağızda, namədə, kitabda. Bunlar duymuşlar bir-birinə danışıyor. O biri deyir ki, Əhəd, o da deyir sana Məcid. Deyir bu İmam Hüseyin, çox sadə ha, elə belə. İmam Hüseyin fənni şəvarit deyildilər. Yox. O Əhəd də deyir, necə? Deyir baba, bunlar 70 nəfərdirlər, düzdür. Bunların 72 nəfərdir, ikisini çıxaq eşiyə. Hə? Adama yarım metri yer qazsalar, olay 35 metri quyu. Düzdür. Fərətin yanında 4 metridən su çıxar da, dabı şümü qurmusa yalvarmaq nəminədir? Çox belə sadə ha.